Payız fəslinin gəlişi ilə artıq qrip mövsümünə start verilib. Xüsusilə ictimai nəqliyyat vasitələrində bununla bağlı gigiyena qaydalarına əməl edilməməsi narahatlıq doğurur. Öskürən, asqıran sərnişinlərin arasında maskasız gəzənlərin çoxluğu bir sualı aktuallaşdırır. Maska taxmaq məsuliyyəti xəstənin üzərinə düşməlidir, yoxsa sağlam insanlar özlərini qorumağa çalışmalıdır. Globalinfo.az ada danışan həkim-terapevt Sübhan Hacıyev bildirib ki, payız və qış aylarında yuxarı tənəffüs yollarının hava damcı yolu ilə yayılan virus infeksiyalarına daha tez-tez rast gəlinir. Bu infeksiyalara influenza, parainfluenza, rinovirus, COVID-19 və başqa viruslar daxildir. İnsanlar asanlıqla bunlara yoluxa bilirlər. Belə hallarda tibbi maskalardan istifadə zəruridir. Xüsusilə özünü xəstə və ya halsız hiss edən şəxslər məsuliyyətli davranaraq maska taxmalıdırlar. Maska ağız və burun boşluğunu tam örtməlidir. Bu vaxt asqırma və ya öskürmə nəticəsində hava damcı hissəciklərinin ətrafa yayılması 80% azalır və yoluxma riski minimuma enir. Sağlam insanlar da maska taxmaqla özlərini təxminən 60% qorumuş olurlar. Eyni vaxtda maskadan düzgün istifadə qaydalarına əməl edilməlidir. Mütəxəssis əlavə edib ki, cərrahi maskalar 4 saatdan bir dəyişdirilməlidir. Əl gigiyenasına ciddi riayət edilməli, sabunla tez-tez yuyulmalı, xüsusilə də xəstə şəxslərlə təmasdan, müxtəlif səthlərə toxunduqdan sonra göz, burun və ağıza toxunmaqdan çəkinmək lazımdır. Bol maye qəbul etmək, antiseptik və duzlu məhlullarla ağız və burun boşluğunu gündə bir neçə dəfə yumaq tövsiyə edilir. Bundan əlavə, payız-qış mövsümündə C və D vitaminləri, sink, selin kimi mikroelementlər qəbul etmək immun sisteminin möhkəmlənməsinə, orqanizmin viruslara qarşı daha davamlı olmasına kömək edir. Funksional tibb mütəxəssisi, terapevt Sevinç Musayeva deyib ki, belə vəziyyətdə maska taxmaq məsuliyyəti əsasən xəstə şəxsin üzərindədir. Əgər kimdəsə öskürək, asqırma, burun axması və ya boğaz ağrısı kimi simptomlar varsa, ictimai yerlərdə, xüsusilə avtobus, metro, iş yerləri, yaxud digər qapalı məkanlarda maska taxmaq vacibdir. Bu, həm başqalarının yoluxmasının qarşısını almaq, həm də sosial məsuliyyətin göstəricisidir. Sağlam şəxslər üçün də bəzi hallarda maska taxmaq faydalı ola bilər. İzdihamlı və havalandırması zəif yerlərdə, xəstəxana, poliklinika, məktəb və bağçalarda, eləcə də immun sistemi zəif, xroniki xəstəlikləri olan, həmçinin hamilələr üçün maska qoruyucu vasitə kimi tövsiyə edilir. Viruslardan qorunmağın əsas yolları sadə, amma çox effektivlidir. Əlləri tez-tez dezinfektorla təmizləmək, burun, ağız və göz nahiyəsinə toxunmamaq lazımdır. Qapalı yerləri mütəmadi havalandırmaq, öskürən və ya asqıran şəxslərdən məsafə saxlamaq, immuniteti gücləndirmək önəmlidir. Yuxu rejiminə diqqət yetirmək, balanslı qidalanmaq, defisitdə olan vitamin və mineralları dəstəkləmək də çox vacibdir. Hər iki tərəf məsuliyyətli davranarsa, həm qripin, həm də digər virusların yayılma riski xeyli azalar.